Bakıda çox az adamın bildiyi nemət. Tavada qaynar yumurta içində yağlı qoç əti. Bu Naxçıvan qovurması. Yox, düz demədim. Naxçıvan qavurmasıdır. Adını çox eşidib özünü görməmişdim. Naxçıvana getmədən bunu Bakıda harda yemək olar? Soruşursunuzsa yerini tapmışam. Amma əvvəlcə əvvələ qaydaq. Bu ət bilirsiniz hardan gəlib? Birbaşa Naxçıvandan. Bax bu unusun bu dağına daşına bax. Misal dağdan gəlib o heyvanı seçib sırf səndən yana ki, yemərini bu Ordubadın dağının quzusu olsun qəşəngizdə. Bu sənin qovurma. Qoçu necə kəsmişik, doğramışıq. Bu da yekunu. Ordubadın Unus kəndində kəsilən qoçun öz yağında bişən qovurması xüsusi qablarla birbaşa göndərilir Bakıya, Yasamala. City Pub'da bu nemət orijinal şəkildə, həm yumurta ilə, həm də kartofla hazırlanaraq servis edilir. Biz də dostlarla yüngülvari məclis qurub dadına baxdıq. Birinci onu deyim ki, ilk dəfədir qayğanaqla əti birlikdə yeyirəm. Mən bu tandemi belə ləzzətli təsəvvür eləmirdim. Amma çox yağlı yeməkdir biləsiz. Yəni əsl yeyib içənlər üçündür. Laçınlı balası Səfiyar deyir ki, təkcə qavurmanın yağına batırılmış çörək özü çox şey deməkdir. Bir də zövq məsələsi var. Ola bilər ki, kimsə bunun bir porsiyasına 15 manat vermək istəməz. Amma Ordubad dağlarından gələn ətlə hazırlanan əsl Naxçıvan qovurmasının qədrini bilənlər 100% bunu yoxlamaq istəyər. Hətta Səfiyar bunun yağına sarımsaqlı qatıq əlavə edərək Naxçıvan ləzzətinə biraz Laçın sayağı dad qatmış oldu. Soyuq havalarda xaşdı, xəngəldi. Bunlar bir yana, Naxçıvan qavurması bir yana. Xəngəl demişkən bu məkanda yaxşı xəngəl də verirlər. Üstü göyərtili Gürcü xəngəlinin dadına baxdıq. İnsafən yaxşı idi. Amma qovurma bizi elə qovurmuşdu ki, xəngəlin dadı onun kölgəsində qaldı. Bura City Pub'dır. Məkan Yasamalda Mida ərazisində yerləşir.